olmağı, düzülmə qaydaları, bunlar da önəm daşıyır. İndi gəlin sizi ətraflı eşidək. Buyurun. Teşekkür ederim. Çok sağ olun. İlk önce biz süfrə mədəniyyətindən danışırıqsa, burada milli etiketle global etiketi ayıracağıq. Bizim milli mətbəximizin, milli etiket qaydalarımızdan danışsaq, çox zəngindir və çox dərindir və çox da nümunəvidir. Məsələn, bayaq dediniz əllə yemək. Bəli, biz əllə yeyirik, amma bir fərqimiz var digər ölkələr, əllə yeyən ölkələrin etiketindən. Biz hər zaman çörəklə yeməyə daxil oluruq. Ki, tam əlimizi yeməyə atmırıq. Bəli. Çörəyə lavaşı götürüb, onunla düyümüzü, kebabımızı, ətimizi yeyirik. Əslində, bizim mədəniyyətimizdə birbaşa əlin yeməyə toxunması yoxdur. Lavaşla, çörəklə birgə var. Bu fərqlidir. İkincisi, əlbəttə ki, bizi birləşdirən dünyanı vahid edə bilən dəyərlər var. Bu süfrə dəyərlərini də bundan kənar qoymayıblar və hər kəsin birgə bir qəbul etdiyi masa servisi var. Masa arxası davranış qaydaları. Çox nadir bu barədə danışılır. Məhz o mövzudan istəyirəm danışım. Çünki hər kəs bilir bıçaq çəngəlin yerini sağdan, soldan və yaxud da neçə boşqab nədən ibarətdir. Amma bu salfet var. Məsələn, bizim əlimizi təmizliyi üçün və yaxud da gözəl parça salfetlər var və kağız salfetlər var. Buna biraz diqqət yetirmək istəyirəm. Artıq bu ekoloji məsələlərə də görə bir çox insanlar və bir çox yüksək standartlı restoranlar kağız salfetlərdən yavaş-yavaş daha imtina eləməyə başlayıblar və parça salfetləri daha üstünlük təşkil edirlər. Parça salfetin bir mesajı var masa arxası etiketdə. Bunu az bilirik. Məsələn, əgər yeganə çirklənmiş bir alətdir ki, onu süfrənin üzərinə qoymaq ixtiyarımız var. Digər çəngəl, bıçaq nə ki biz istifadə elədik, onu biz süfrənin üzərinə qoya bilmərik. Hamısı boşqabın üzərində qalır. Parça salfet bir böyük bir siqnaldır. Dəvət edən şəxs, qonağı, o salfeti götürür, dizinə qoyursa, demək hər kəs yeməyə başlaya bilər. Dəvət edən şəxs yeməyə başlamayıbsa, digərlərin yeməyə başlaması qeyri-etikdir. Və bu işarəni ki, yeməyə başlayasınız, həm də ofisiantlara, qarsonlara, indi masadar deməliyik, masadarlarımıza işarədir ki, servisi başlaya bilərsiniz. Əgər mən kişilər o parça salfeti bir dizinin üzərinə qoyurlar, sağaxaydılarsa, sağ dizinin üzərinə qoyurlar. Xanımlar hər iki dizinin üzərinə sərirlər. O salfeti sinəyə, yaxaya taxmaq doğru deyil. Bəzən filmlərdə görürlər bunu. Amma bu çox böyük, iri çəkili insanlar üçün ancaq aiddir. Yeməklə masa arxasındakı məsafəyə görə paltar çirklənməsin deyə. Digər heç bir halda o sinəyə qoyulmaz. Yaxşı, xüsusi parça salfetlər yoxdurmu bura taxılmaq üçün? Xeyr. Əgər 6 aylıq uşaq deyiliksə və paltarı çirkləndirmək məcburiyyəti yoxdursa, o jest tamamilə yanlış bildiyimiz doğrulardandır. İkinci bir hal, məsələn, əgər mən masanı tərk edirəmsə, amma müvəqqəti yarım saatdan sonra, 15 dəqiqədən sonra geri dönəcəmsə, o salfeti biz oturacağımızın söykənəcəyinə asırıq. Bu, masadar üçün o deməkdir ki, qonaq getməyib, qayıdacaq və yeməyi, növbəti yeməyi hazırlayın. Biz nə edirik? Masanın, stolun özünü çekirik. Biz əgər... Stolu belə qoyuruq ki, gələcək burada heç kim əyləşmir. Biz əgər, və o salfet əgər masanın biz üzərinə, süfrənin üzərinə qoyduqsa, bükdük və qoyduq. Bu, o deməkdir ki, mən masanı tərk elədim. Və servis ona görə edilmir sizin süfrəyə, sizin boşqaba artıq. Və bəzən də biz bunu bilməyərək masanın üzərinə qoyuruq, gedirik, gəlirik, görürük ki, hər kəsə kek çatıb, bizim niyə qoyuruq? Ay, tam bizə servis edən şəxs, niyə məni unutmusan? İndi biz müştəriyə geri dönə bilmədiklərinə görə ki, bəs sən axı masanın üzərinə qoymusan salfeti, bu mən getmişəm deməkdir. Bunu bilənlər varmı? Hər bir, ən azı bütün bizə servis edən masadarlar, ofisiantlar, hamısı bu məktəbi keçir, o işarələri bilməkdən ötürü. Müştərilər amma bəzən bilməyə bilirlər. Ona görə çaşdırırlar. Mən bir məqamı da deyim ki, yəni müasir bir çox məqamlar var ki, bunu biz də bilməyə bilərik. Məsəl üçün, çəngəllər var ki, ayrıca istifadə üçün, balıq üçün ayrıcadır, ət yemək üçün ayrıcadır, pendir üçün ayrıcadır. Və eyni ilə də həm də qaşıqlar var ki, bunlardan da istifadə olunur. Onlardan doğru düzgün istifadə edə bilmirik. Qızıl
qaydalar var. Baxın, ümumi qaydalar var. Aha. Onu deyim, o qarışıqlıq götürüləcək. Hər zaman kənardan başlayın yeməyə. Məsələn, 5-6 növ bıçaq varsa, 5-6 növ çəngəl varsa, sizin də çox başınız çıxmırsa o çəngəl növlərində, əslində bir hamı üçün eyni qızıl qaydadır. Yeməklərin gəliş sırasına görə düzülür və kənardan hesablanılır. Yəni, nə yemək götürüldüsə, siz kənardan götürərək o yeməyi bitirirsiniz, qoyursunuz. Digər yemək gələndə növbətisinin sırası çatır. Bir dənə məsələ var ki, çəngəllə bıçağın qoyulma qaydası da var ki, məsəl üçün bu işarədə... Şəklində qoyulursa, yenə də mən bitirdim artıq, servis etdiyim hesab olur. Doğrudur. Onu istəsəniz qoya bilərsiniz, mütləq deyil. Boşqabın kənarlarına da qoya bilərsiniz. Amma yəni, bu dili də bilirəm, mən çəngəl bıçaqla danışmaq istəyirəm deyirsinizsə, əgər bərabər qoydunuzsa, bu yeməyin bitmişdi deməkdir və razıyam. Əgər biraz 5-11 istiqamətlə qoydunuzsa, mən çox bəyəndim deyirsiniz. Adətən də bu məsələyə bir neçə boşqab gedirsə belə aşpaza göstərilməlidir ki, bu şəkildə qoyulub. 3-5 boşqab gəlirsə, onda aşpaz çıxır restorana və təşəkkür edir hər kəsə. Hər kəs alqış edir. Və bu 3-5 sayda o deməkdir ki, aşpaz artıq görünmək istəyir və biz onu görürük, alqışlayırıq, təşəkkürümüzü bildiririk. Qlobal etiket qaydalarından danışırıqsa, bizim özümüzün də süfrə mədəniyyətindən danışdıq ki, çox zəngin süfrə mədəniyyətimiz var. Çox. Və bu qloballa Azərbaycanın süfrə mədəniyyətini birləşdirəndə hansı dəyərləri unutmamalıyıq? Məsələn, bizim dəyər çörəklə bağlı biraz fərqlidir. Bizdə çörək həqiqətən süfrənin sonunda gələr və birinci gedər. Amma qlobal servisdə bahalı şüşələr, bakallar sonda qoyular. Çünki tez qırılandı və böyük daha bahalıdırlar. Və masanı yığışdıran kimi ilk krustal bakallar yığışdırırlar. Bizdə isə bu çörəklə əlaqəlidir. Onlar maddiyyat, biz mənəviyyat. Biz fərqliliklərimiz daha çox bundan ibarətdir. Fərqliliklərimiz bizdə qəlyanaltı boşqablar süfrələrdə qoyulur. Bir çox qlobal servisdə qəlyanaltı boşqablar yoxdur. Məsələn, qonşu Türk ölkəmizdə məzə boşqabları var. Bizdə qəlyanaltı boşqabları var. Amma ümumi qlobal servisdə bir dənə yağ, duzlu yağ və çörək balaca boşqabı var. Çünki yüksək standartlı restoranlarda, yeməkxanalarda yemək gec bişdiyinə görə, təzə olduğuna görə 15 dəqiqəyə bişirilmir. Müəyyən bir 25 dəqiqə, yarım saat vaxt gözləməli olursunuz. O müddəti səbirlə gözləməyinizdən ötürü duzlu yağla, çörəklə bir balaca gözləməyinizi yüngülləşdirə bilirsiniz. Biz isə Azərbaycanlılar da aş, dolmalar, ağır yeməklərimiz də biraz gözləməli olur. Biz qəlyanaltılarımızla, anamızın, nənəmizin bağlamaları ilə, qış bağlamaları ilə süfrəmizi zəngin edir. Burada belə bir məsələ var Günel xanım. Müasir restoranlarda, misal üçün fərqli mədəniyyətlərdən olan, fərqli mətbəxlərdən olan yeməklər təklif olunanda onlar çörəksiz gəlir və biz də o öyrəşmişik ağız dadı olaraq. Bəzən istənilən yeməyin yanında biz o çörəyi istəyirik. Həmin masada başqa insanlar heç kim istəmirsə, təkcə bizim çörəyi istəməyimiz nə qədər uyğun etiket qaydalarıdır? Ürəyimiz necə istəyir, süfrə arxasında yemək yeyirsinizsə, ürəyinizdən keçir ki, mən bunu bununla yeyəcəm. Bunu rahat və ədəbli şəkildə bildirməlisiniz. Bildirməyin ədəbində bir qeyri-etik hal yoxdursa, deyə bilərsiniz. Niyə çörək yoxdur? Biz həmişə çörək yeyirik, bunlar etmək olmaz. Mən çörək rica edəcəm, xahiş edəcəmlə bu məsələni gözəl şəkildə həll edə bilirik. Milli etiketin gözəl bir tərəfi var bizdə. Qlobal etik çörək məsələsində. Bizdə çörək buğda həmişə bitib. Və bizim yemək rasionumuzun əsas hissəsidir. Çörək yeyilməyən ölkələrdə buğda tarlaları bitməyib, torpaqları elə münbit deyil və yaxud da elə şərait yoxdur ki, onlar onu bitirməyiblər. Necə ki, balıq dünyası var, şəhərləri var. Biz hər gün balıq yemirik. Amma o demək deyil ki, o gəlib burada hər gün balıq istəyəcək. Bura gəlib quzu daha çox yeyəcək. Bunların fərqlilikləridir. Çörək bizim milli etiketimizdir və biz sümüyümüz, canımız, bizdə B vitamin qrupu o qədər güclüdür ki, biz ona görə şənik, biz ona görə bir çörək, nəsə yerə düşəndə deyirik xeyriyyədir, pozitiv düşüncəliyik. Biraz depressiyaya girən insanlar, psixologlar, psixiatrlar bunu yaxşı bilir. O dəqiqə B6, B12 vitamin qrupları yazılır stresli adamlara. Amma biz çörəyin içində çox olduğuna görə biz çörəkçiyik, daha pozitivik. Ona görə düşünürəm ki, bundan çox kənar
qalmaq lazım deyil. Bir də Azərbaycandan danışırıqsa, təbii ki, süfrə mədəniyyəti ilə bərabər bilirsiniz ki, burada Azərbaycanda bir çox multikultural dəyərlərimiz var. Bəli. Bir çox xalqlarla bərabər yaşayırıq, qardaşlıq içərisində, sülh içərisində, mehribanlıq içərisində, hətta onlarla süfrə arxasında da əyləşirik. Onların da süfrə mədəniyyətinə böyük hörmətlə yanaşırıq. Onların da özünə məxsus ağız dadı olan təamları var ki, bunları da dadırıq. Bu zaman nəyə daha çox diqqət etməliyik? Ağız dadımıza uyğun olmasa, amma biz qonaq getmişik. Onların ən sevdiyi yeməklərdir, böyük bir sevgi ilə bunu hazırlayıb və təqdim edirlər. Mənim ağız dadıma uyğun deyil, mən bunu yeyə bilmərəm, mən bunu istəmirəm demək etiket qaydalarına daxildirmi? Bilirsiniz, ümumiyyətlə, qarşı tərəfi pis hiss elətdirəcək, özünə yaxşı hiss etdirməyəcək heç bir məsələni çalışırıq deməyək. Lakin yemək məcburiyyətində də deyilik, özümüzə qarşı da bunu etməliyik. Etika birinci özümüzə qarşı yönəlmiş bir dəyərlər toplusudur. Ona görə biz bunu ağzımızın dadına uyğun deyilsə, birinci daddan ikinci dad başa düşdüksə, yeməyi kəsə bilərik. Mən toxum dadına baxdım, çox fərqlidir. Təşəkkür edirəm qonaq etdiyinizə görə. Kimi cümlələrdən bitirə bilərsiniz. Heç kəs oturub baxmayacaq, sona girmişsiniz, onu bitirdiniz və yaxud da yox. Əgər sizi dəvət edən şəxs belə xüsusi olaraq mehribançılıqla bildirir ki, bəs xoşuma gəlsəydi bitirərdin, təbii ki, buna da cavab olaraq yenə deyə bilərik ki, çox ləzzətli idi, mən üçün biraz fərqlidir, amma tam yeyib gəlmişəm, təşəkkür edirəm. Yenə də xətrinlən dəymirik. Bütün milli dəyərlər, dini və yaxud da inanclı, milli bu məsələlərdə çox tolerant dayanmağa çalışmalıyıq. Bizim də yeməklər hər kəsin ağzının dadına uyğun deyil. Çox yağlıdır, bəzən müəyyən bir ədviyyatlardan istifadə edirik. Biz də istəmərik ki, qarşı tərəfdən desinlər ki, bu nə yeməkdir. Düz demirəm, deyirlər ki, hə, fərqlidir, biraz yağlıdır, amma ləzzətlidir. Ona rast gəlməmişəm. Elə hamı deyir ki, Azərbaycana gəldiksə mətbəxi, sonra şəhərin gözəlliyi, müasirləşməyi, tarixlə müasirliyi bərabərdir. Azərbaycan mətbəxi sağlığı ilə çox zəngindir. Bizə nə qədər də desələr ki, dövr dəyişilib, başqa bir yağlara, başqa bir yüngüllüyə keçmək lazımdır. Düşünürəm ki, bizim genofonumuza aid məsələ deyil. Və biz onu görüb saxlayırıq. Bir dənə də məsələ məni narahat edir. Çünki süfrə mədəniyyətindən danışırıqsa, biz öz süfrə mədəniyyətimizdən də danışırıq. Süfrəyə ilk əyləşmək, sonda durmaq, istədiyim vaxt durdum, əyləşdim kimi bir məsələlər də var idi. Mən belə xatırlayıram. İlk süfrəyə qonaqlar birinci əyləşir, ev yiyəsi əyləşdi və dediyim kimi parça salata dizinə qoydusa, yeməyə başlaya bilərik. Xüsusi halda masanı tərk edə bilərik. Bunun üçün də çox önəmlidir telefon məsələsi. Telefon masanın üzərində olmaz. Çünki telefon zəngləri, gözümüz ona dəyir, mütləq çıxırıq telefonundan danışmağa. Bu bütün yemək, qida səhrini öldürür. Çünki qida mədəniyyəti, süfrə mədəniyyəti çox böyük bağlılıqlara gətirib çıxardır. Biz hətta işgüzar etikada deyirik ki, hər hansı bir ofisə getmişsiniz, görüşürsünüzsə, sizə su, çay təklif ediblərsə, istəməsəniz də bəli deyin. Çünki bir haqq var, su ilə çay içiləndə çörək bölünmüş kimi baxılır. Ona görə bu çörək yeyərkən insanın ən özəl halıdır. Başqasıyla bunu paylaşarkən xoş sözlər danışmaq lazımdır. Problemləri yemək arxasında həll etməzlər. Çay arxasında həll edirlər. Məsələn, müəyyən bir məsələ ilə bağlı ailə toplantısı və iş toplantısıdır. Yemək yeyərkən problemləri çözməzlər. O yeməyi həzminə belə çətinləşdirə bilər energetik olaraq. Amma daha yüngül, bitdikdən sonra çay süfrəsinə, kofe süfrəsinə dəvət edilərsə, iş görüşmələri, vacib məsələləri o anda müzakirə edirlər. Bir məsələni buradan xüsusilə vurğulayım ki, Aytaç, demək mən də dünyanın bir çox ölkələrində olmuşuq, istər teatrla qastrol səfərlərində, onların süfrə mədəniyyətini görmüşük. Təəccübmə səbəb olan süfrə mədəniyyətləri də var idi ki, hansı ki, qonşuluqda olan bir ölkələrdən birində idi ki, 41 tost deyilməlidir masa arxasında və bu 41 tost bitəndən sonra artıq yavaş-yavaş rahat bir şəkildə yemək yeyə bilərsən və indi siz təsəvvür edin ki, bu sayı mən sizə deyirəm və bu sayın arasında təqribi 1 dəqiqə, yarım vaxt olur. Yəni, bu da onların adətləridir və biz qonaq getdiyimiz üçün mütləqdir ki, o adətə əməl etməliyik və bəzən də yeməklərə baxa-baxa qaldıq. Çünki bizim vəziyyətimizi də
də anlamaq lazımdır ki, indi acıq, yemək yemək istəyirik, xüsusi bir süfrə açılıb, rəsmi qonaqlar gəliblər və biz qarşılamışıq və birinci olaraq elə adətdən başladılar ki, bizim adətlərimizdə 41-dir və bu 41 deyiləcək arzuları, sözləri hər biriniz eşitməlisiniz. Bilirsiniz, indi çox dəbə gəlib, xoş söz deyə, sözün energiyası var və həqiqətdir, yəni bunu elm də ispat eləyib, dəqiq elmlər də ispat eləyiblər və bu bizdə qədimdən gələn indi xalqın da adətidir, bizdə də dualar var, təbii ki, süfrəni mütləq şəkildə sözlə bərəkətləndirərək o yeməyi yeyirsən. Biraz indi onlarda 40 dənə məsələ olub, 41 məsələ olub, amma sizə deyim ki, ən sağlıqlı yeməyi yemişsiniz həmin gün. Bəli. Bizdə də amma yemək o qədər gözəl sözlərlə yüklənib ki, siz onu qəbul edərkən gözüm elə yeməkdə qalmasın deyirsiniz. Adətən süfrədə əyləşən ən böyük şəxs xeyir dua verir, yeməyi bitirəndə isə şükür edirik, bəli, bir-birimizə bişirənə mütləq təşəkkür edirik və bu adətləri, bu qaydaları qorumaq həqiqətən gözəldir. Çünki sonra övladlarımız təkrarlayır. Süfrə mədəniyyətinin ən qızıl qaydasıdır. Bıçaq çəngəldən istifadə eləməyə bilərsən. Laf çörəklə əli götürdün, yedin, iştahla yedin, başqasını, bunlar hamısı protokoldur. Etməyə də bilərsiniz. Amma çox önəmli bir hal var, təşəkkür etmək. O yeməyi bişirənə, o yeməyi sizin önünüzə gətirənə, istər ailə üzvünüz olsun, istərsə qarson xidmət sektoru olsun, çox böyük bir hörmətlə yanaşaraq o yeməyi yeyəsiniz. Xoşunuza gəlməsə də belə təşəkkür etmək, əziyyətə, əməyə hər zaman gərəklidir. Bir məqam var, Elnur. Milli etiket qaydalarından danışdıq, amma məni şəxsən maraqlandıran bir sual var, Günel xanım. Məsəl üçün, Yapon mətbəxini mənə çox maraqlıdır, çox sevirəm, amma onların o çubuqlarından mən heç bir halda istifadə edə bilmirəm və bunu öyrənə də bilmirəm. Kollektiv bir tək olarkən yenə nə cürsə vəziyyətdən çıxmaq olur. Kollektiv bir ortamda onların yeməyini öz bildiyimiz qaydada, çəngəl istəyərək və yaxud nə cürsə başqa bir qaydada yemək nə qədər kənardan etik görünür? Əlbəttə yeyə bilərsiniz, bu qeyri-etik deyil. Qeyri-etik odur ki, sizi məcbur eləsinlər bunu mütləq belə yeməlisiniz. Siz də onların fəlsəfəsinə görə yeməyə dəmir dəyməz. Taxta ilə yeyərlər, bu energetikdir onlarda da və haqlı tərəfləri çoxdur. Amma bilməliyik ki, bizim də yemək mədəniyyətimizə süfrə arxasına bardaş quraraq bəlkə də oturub xəmir ilə yaymaq onların fiziki qüdrətində deyirlər. Və buna hörmət etmək çox önəmlidir. Siz cəhd göstərməyiniz elə böyük bir etika alınmadısa, onlar sizə daha asan deyə biləcəyiniz bir şəraiti yaratmalıdırlar. O qədər gözəl mövzulara toxundunuz ki, bir anlıq gözümdə tariximiz, keçmişimiz və müasirliyimiz, hətta biraz gələcəklə də bağlı müəyyən məqamları görmək oluruq ki, biz hansı illərdə, müasir dövrdə də yaşasaq, o keçmiş adət-ənənlərimiz, ənənələri qoruyub saxlayırıq. Süfrə başında ağsaqqal əyləşməlidir, xeyir dua verilməlidir. Yaxşı ki, bu adətlər qorunub saxlanılır. Gənclərimiz də bunu qoruyurlar. Gənclərimiz də hətta süfrə arxasında olarkən də ağsaqqallar ağbiçələ gələrkən ayağa dururlar, yer göstərirlər. Onlar əllərini süfrəyə uzadandan sonra və ən əsası da odur ki, bizim bir çay süfrə mədəniyyətimiz də var ki, bununla bağlı ayrıca da açacaq. Amma hal-hazırda məhz süfrə mədəniyyəti ilə bağlı etik qaydalar, etiket qaydaları ilə bağlı çox əziz, dəyərli Günel İbrahim bizə məlumat verir. Günel xanım, çox sağ olun. Mən təşəkkür edirəm. Etika Akademiyasının rəhbəri Günel İbrahim idi. Minnətdarıq, çox sağ olun. Çox gözəl mövzulara toxunduq. Bəli, çox maraqlı mövzulara toxunduq hər zaman olduğu kimi və ümidvaram ki, bizi izləyənlərin, dinləyənlərin də xoşuna gəldi və ümumiyyətlə sizi narahat